təkcə sözünü mən birlikdə ədat kimi də düşünə bilirəm. Və yaxud da tək plus cacə ədatı kimi də düşünə bilirəm. Eləmi? Bunu artıq kontekstdən əsas olaraq fərqləndirəcəyik. Uşaq təkcə dayanıb uzaq yollara baxırdı. Bax. Uşaq tək dayanıb uzaq yollara baxırdı. Deyə bilirsən də elə deyil. Demək bu da cacə ədatdır. Təkcə birbaşa deyil. A variantı getdi. Mən bu dərdi tək çəkmişəm. Olur da. Məncə təkcə Xanpəri vaxtına gəldi. Sadəcə Xanpəri vaxtına gəldi. Yalnız Xanpəri vaxtına gəldi. Ancaq Xanpəri vaxtına gəldi. Gördün? Çıxardırsan, yerdə qalan digər sinonimi olan ədatlarla əvəz eləyə bilirsənsə, demək bu birlikdə nə imiş? Ədat imiş. Cavab olacaq C variantı. Müharibədən əvvəl təkcə yaşayırdı. Tək yaşayırdı, tək qalmışdı. Göründüyü kimi bunların hamısında tək zərfləri var, cacə də ədatlarıdır. Belə, cavabımız burada olacaq.